Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Traktor tərəfdarları Guinnessin rekordunu qırdılar. Trumpdan sərt ittiham. İranın nüvə enerjisi bəhanədir. Suriyanın yeni hökumətindən Rusiyaya daha bir zərbə. Müharibədə qalib gəldik, amma sülh istəyirik. İndi isə daha ətraflı. Ötən gün yerli vaxtla saat 17-dən 19-a kimi Təbrizin Səhənd stadionunda traktor komandasının çempionluq mərasimi keçirilib. Yerli media və mənbələrin məlumatına görə stadion və ətraf təpələrə Azərbaycan və İranın müxtəlif bölgələrindən gələn 200 min tərəfdar toplaşıb. Mərasimin açılışında İran himninin səsləndirilməsi narazılıqla qarşılanıb və 10 minlərlə traktorçu Yaşasın Azərbaycan şüarları ilə buna qarşılıq veriblər. Mərasimdə Traktor klubunun yiyəsi Məhəmməd Rıza Zunusi fars dilində qısaca çıxışından sonra Azərbaycan türkcəsində danışsa da, İran televiziyası onun ana dilində çıxışını senzura edib. Mərasimdən canlı yayım edən İran televiziyası stadionda səsləndirilən şüarlar və yayılan Azərbaycan musiqilərini də dəfələrlə senzura edib. Qeyd edək ki, ötən gecə Traktor Premyer Liqanın sonuncu oyununda Xuzistanın İstiqlal komandası üzərində 3-1 hesablı qələbə ilə çempionluğunu rəsmiləşdirib. Ötən gün Təbrizin Səhənd stadionunda keçirilən çempionluq şənliyində traktor komandasını alqışlamaq müddətinə görə azarkeşlər Guinnessin rekordlarını qırıblar. Bu barədə Təbrizin Azərəncümən nəşri Guinnessin rekordlar kitabının çempionat şənliyində iştirak edən İran nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, azərkeşlərin alqışlarına görə dünya rekordunun 12 dəqiqə olduğunu nəzərə alan traktor azərkeşləri bu rekordu 15 dəqiqəlik alqışla qırıblar. Təbriz təmsilçisinin tərəfdarları 15 dəqiqə ərzində dayanmadan yel yatar, tufan yatar, yatmaz traktor bayrağı, gül solar, sümbül solar, ölməz bezim qeyrətli tim. Traktor aşiqi, türklər kimi qeyrətlidir, kimi şüarlar səsləndiriblər. Davam edirik. Amerika prezidenti Donald Trump hesab edir ki, İran neftlə zəngin olduğuna görə Tehranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etməsinə ehtiyac yoxdur. Trump bu barədə Abu Dhabiyə səfəri zamanı Fox News telekanalına müsahibəsində danışıb. Onların çoxlu nefti var. Əgər sizin sonsuz neft və qaz ehtiyatınız varsa, o zaman sizə dinc nüvə enerjisi nəyə lazımdır? Başa düşə bilmirəm. Trump hesab edir ki, nüvə texnologiyasından dinc məqsədlərlə istifadə ölkədə neft yoxdursa məqbuldur. Onun sözlərinə görə, İran dünyanın ən zəngin neft ehtiyatlarından birinə malikdir. O həmçinin bildirib ki, Amerika Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Düşünürəm ki, onlar razılığa gəlmək istəyirlər. Qeyd edək ki, Omanın vasitəçiliyi ilə Amerika və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün 4 raund danışıqlar aparıb. İran Xarici İşlər Nazirliyi mayın 11-də keçirilən sonuncu raunddan sonra bəyan etmişdi ki, sanksiyalar aradan qaldırılarsa, Tehran uranın zənginləşdirilməsinin həcminin və səviyyəsinin məhdudlaşdırılmasını Amerika ilə müzakirə etməyə hazırdır. Lakin nüvə proqramını dayandırmağa heç vaxt razı olmayacaq. Amerika sanksiyalarının yumşaldılmasından sonra Suriya Rusiya tərəfindən çap edilən pullardan imtina edir. Suriya yeni valyutasını Rusiyanın əvəzinə Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada çap etməyi planlaşdırır. Bu dəyişiklik Amerikanın sanksiyaları yumşaltması ilə mümkün olub və Dəməşq üçün yeni imkanlar açıb. Məlumata görə, yeni dizaynda keçmiş diktator Bəşər Əsədin portreti olan bənövşəyi banknotdan portret götürüləcək. Qeyd olunur ki, Avropa İttifaqı sanksiyaları tətbiq etdikdən sonra Suriya pulunu Rusiya çap edirdi. Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla atəşkəslə nəticələnən hərbi qarşıdurma barədə danışarkən bildirib ki, müharibədə qalib gəlsək də sülh istəyirik.
Hindistana qarşı əməliyyatın uğurunu qeyd edən baş nazir sülhün tərəfdarı olduğunu vurğulayaraq bildirib. Düşmənimizə dərs verdik, lakin təcavüzü pisləyirik. Bu regionun da digər bölgələr kimi firavan və müvəqqəti olmasını istəyirik. Bu ancaq gərgin əmək, yorulmaz səy və sülhsevər qonşular kimi yaşamaqla mümkün ola bilər. Şahbaz Şərif Kəşmir məsələnin həllinin bölgədə davamlı sülh üçün vacib olduğunu vurğulayıb. Biz 3 müharibə apardıq, lakin heç nə qazana bilmədik. İndi Pakistan və qonşuları bir araya gələrək sülhsevər qonşular kimi hərəkət etməli və illərdir davam edən problemləri aradan qaldırmalıdır. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.